3 ildə bir çox yerlərdə yeni başlanğıclar elədilər və sənin də dediyin kimi hazırlıq işləri apardıqları bir çox yer var. 3 ildə əgər bu qədərdirsə də 2025-ci ildəyik, hansı ki bunların araşdırma işləri lisenziyalarının vaxtı 2000 səhv demirəmsə də bağışlasınlar izləyicilər, 2042-ci ilə qədər olmalıdır. 2042-ci ilə qədər çox böyük yerlərdə bunlar işlər aparacaq. Mən belə bilirəm. Belə təsəvvür edirəm, ehtimal edirəm ki, 3 ilə əgər bunlar bu qədər sahədə lisenziya ərazilərində axtarış işləri aparıb, daha sonra bunu hasilət işlərinə çevirə bilirlərsə də 2042-ci ilə qədər Bolnisin bəlkə də 50%-ında işlər görə biləcəklər. Və bu da çox böyük bir faciə deməkdir.